Niyə mən burada devlətin, xalqın problemlərini işıqlandıra bilirəm? Niyə mən benzin artımından danışıram? Qiymətlər günü-gündən qalxıb danışıram. Ətin kilosu 22 manat olub. Bundan danışıram. Qarğıdalı yağı 7 manat olub. Ən ucuzu 6 manatdır, 5 manatdır, bilməm nədir. Bundan da pesok olub. Pesoku biz əvvəl 1 manata alırdıq. Gəlib görün neçə olub pesokdan. Bundan danışın siz. Siz bundan danışın ki, cəmaət qışda ayda qaz pulu verəcək 100 manat, 200 manat. İşıq pulu da bir 100 manat olacaq. Bu kasıb ailələrinin evi böyük ola bilər, indi kasıbçılıq. Bundan danışın. Bizi qoymurlar. Niyə məni qoyurlar? Mənim buynuzum var. Sizin canınızda gəlmir bu. Sizin içinizdə bu yoxdur. Sizinki yalnız o müğənni gəlsin, o ərindən, onun nə bilim uşağından, onun aşnasından, bunu saxlayanından danışasın. Düzdür, mən də danışıram onlardan, danışın. Amma arabir bundan da danışın. Arabir deyir ki, 5 qəpiyə olan kulok, hindi niyə 7 qəpiydi? Biz səhv say, amma biz deyirik 7 qəpiy nədir? Amma bir ailə gedir, 3 dənə bazarlığı, 3 dənə kulokdur, bu 20 qəpiydi. Bu ayda ilə 3 dənə eləsə, bu gün hara gəlir, çıxır. Siz qəpiydən danışmayın, Siz o top, deyir, dənizə deyir, quyu deyir, su tökməylə su olub, quyun özündə su olsun. Dama da görə olur. Dama o qəpiyləri yıxsınız, görünə qədər pul edir. Ədalət mənim. Bugün heç danışmaq istəmirsiniz. Vallahi danışdım. Sən danışma, o danışmaz, sənətkarsın. Bugün sərxoş halda efirə gəlmək nə deməkdir? Nəinki efirə, heç toylara da gitmiyoruz.